Salam, sabahınız xeyir. Mehriban xanım, prezident, vitse-prezident Mehriban xanım, TikTokda oturanlar, YouTube'da oturanlar, xahiş edirəm sizdən salamlarımı dinləyin. Allahın salamları olsun müminlərimizə, qazilərimizə, veteranlarımıza, şəhidlərin analarına. Hamısına Allahın salamı olsun. Mən çox vaxt uzaq aparmayacağım, hamınız görürsünüz. Mənim də Gülnaz, Şamil qızı, mənim əmlakım bilirsiniz də, Saxılı torpağım. Mən çox uzatmayacağım. 7-8 dəfə mənim Mehriban xanım qabullarda olmuşam. Hər yanda mənə kömək ediblər. Xahiş edirəm sizdən. Bir daha səhər getmişəm. Məhdum müəllim oturdu. Uşaq Cəbbarov. Oturan yerin biraz məsafəsi var. Özünüz bilirsiniz, BTR baxın. Bilirsiniz, indi istintaq gedir. Prokuraturada. Deməli, polisin, Sabunçu rayon polisinin qərarını ləğv elətdirmişdim. Prokurorluqla və çox sağ olsun Kəmal Əliyev, çox sağ olsun Gülşən Abbasov cənabı, Ramazan müəllim, çox sağ olsun istintaqın rəisinin müavini, Vüqar müəllim. İndi mən sizə nə demək istəyirəm? Onların əli ilə mən indi prokuraturaya verdim. Orada bilirsiniz də, Necat müəllim də orada mən nə qədər başıma oyun getirdi, işimi aparmadı, çağırmadı istintaqa. İndi onu da değişmişim. Təzə müstəntiq baxır. İndi baxın, o da uzadır. Xahiş edirəm sizdən, Mehriban xanım. Milli Məclisə təzədən sizə də yazılmışam, Milli Məclisə də yazılmışam. Hamısı kömək edib, xahiş edirəm. Özünüz, vitse-prezident Mehriban xanım, prezidentimiz İlham Əliyev, xahiş edirəm sizdən. Özünüz nəzarətə götürün. Çox danışmayacağım. Getdiyim həkim müəllim də orada başı bağlı, Allaha inanan adam, başı bağlı olan düz olmalıdır. Gülbatın xanım məni qəbul eləmişdi. Atamın əmlakın şəkillərini götürdü ki, sökülməyib bir tərəf. Yalandan götürüb göndərib mən şikayət elədiyim, tutturmaq istədiyim, məni necə tutturmaq istəyim, mənim torpağımı, əmlakımı satıblar. BTR indi istintaq gedir onlara. Orada deməli Mətin müəllimə yazılmışdı, Mətin müəllim məni qəbul eləmədi. Hansı ki şikayət edirəm Şahbaz müəllimdən, Rüstəm Şahbazovdan, o məni qəbul eləyirdi, özüm gəlmədim. Mənə şikayət eləyən adamdan nə şikayət eləyə bilərəm? Məktublar göndərir. Xahiş edirəm sizə, BTR də yalandan mənə yenə də məktub göndərir. Bunlar bir ünvandan 2 ünvan eləmək istəyir ki, sökülməyib. Xahiş edirəm, oradan çıxdım, əsəbləşdim, düşdü aşağıda onları qəbulun rəisi düşdü, aşağı mənə qəbul elədi Samir müəllim, o da elə eyni şeyi danışır, nağıl oxuyur, göndərmişik BTR. Sən biz oturmuşuz orada nə nağıl oxuyursan mənə. Sonra da getmişəm Mikayıl Cabbarova, girdim, polislər çox sağ olsun, mən biraz əsəbləşmişdim, danışırdım, girdim, mənə heç nə eləmədilər. Çox sağ olsunlar. Mikayıl Cabbarova da sözümü dedim ki, sən baxırsan, sən nazirsən, onları baxmalısan. Çox sağ olun, baxışdığım vaxtı uzaqlardım. Xahiş edirəm, nəzarətə alın. Mənim işim müstəntiqdədir. 4 nəfər əmlakım tək mən yox. Hamısı şikayət edir. Onları bir cür müstəntiq çağırmalıdır. Çağırıram, uzadır. Çağırıram, hələ kağız yığır. Xahiş edirəm. Onları bir də ki, bibim oğlu Fətullah, 2 nəfər də mənim əmlakımı alınan Kamranla Sevdə Kəzimova. Onların heç bir sənəti yoxdur. Bunlar heç nə də eləyə bilməz. Mən notariusa getməmiş, heç nə eləyə bilməzlər. Hamısı sənətlərim əlimdədir. Onların heç nə yoxdur. Hamısı atamın adınadır. Mən də vərəsiyəm, 37 keçirmişəm. Hamısı mənimdir. Çox sağ olun, minnətdarım.